Diyeta xəstə insanlar üçün fikirləşmiş bir sistemdir. Çünki bu real bir şey deyil. Bu trenddir. Bu çayı için, bu kofeni alın, bu dərmanı yeyin, bunu belə eləyin, bu detoks suyunu mən qarışdıracağım, bu sizə belə eləyəcək. Bu sirkəni için deyirsə, qaçın. Qaçın. Çünki bu real bir şey deyil. Bu trenddir. İnsan xəstədir. İnsanın müəyyən bir yediyi kalori məsəl üçün yüksəkliyi var və yaxud da bu adamın xolesterini yüksək deyir. Tutalım ki, şəkəri yüksək deyir. Biraz da belə davam eləsə qaraciyər artıq hepatit olacaq və sıradan çıxacaq. Və yaxud da belə də yeməyə davam eləsə, məsələn, bağırsağındakı parazitləşmə artıq onu məhv eləyəcək. Bu insan gedir həkimə və həkim buna deyir ki, gəl mən səni elə bir mütəxəssisə yönləndirim ki, o sənə yemək qaydalarını öyrətsin. Bu insanlar diyetoloqlardır. Bir də sağlam qidalanma sistemi var. Və çox böyük təəssüf hissi ilə bir daha qeyd edirəm ki, hal-hazırda industriya elə bir yerdədir ki, hamı pul qazanmaq istəyir və pul qazanmaq üçün platforma açıqdır. Yəni, nə qədər böyük bir masa varsa, onun üstündə o qədər çox malzemə olacaq. Yəni, ərzaq olacaq. Və burada artıq alıcı özü düşünməlidir ki, kimə nə üçün müraciət edir?